Stockholm şəhərindəyik hal-hazırda, gəmi limanında. Buradan Stockholmdan onlarca dünyanın müxtəlif yerlərinə gəmilər gedir. Onlarca gəmilər və böyük turist gəmiləri gedir və dünyanın hər yerinə demək olar ki, buradan. Bu Stockholmun tam mərkəzidir. İndi mən bu göstərdiyim yerlər. Hal-hazırda mən gəminin içərisindəyəm. Bax, bu gəminin içərisidir. Mən buradan istəyirəm Stockholm bəzi yerlərini sizə göstərəm. Köhnə Stockholm. Bu gördüyünüz yer köhnə şəhərdir. İçəri şəhər belə deyək, Gamlastan deyirlər. Burada isə gəmiləri görürsünüz. Bu gedən gəmi. Bu gəmidən yüzlərcə belə gəmilər var ki, yüzlərcə. Stockholmun bir yeri başqa yerinə bağlayır. Adalarda olan yerlərin hamısına bu balaca gəmilər vasitəsilə sərnişinlər daşınır. Dayanır, burada dayanır, burada sərnişin gəmiləri var. Gəmilər sərnişin gəmiləri, kiçik gəmilər var, sərnişin gəmilərdir. Demək olar ki, bu gəmilər şəhər nəqliyyatla bağlıdır. Şəhər nəqliyyatla bağlı bilet burada keçərlidir. Bütün adalar baxmayaraq ki, adalar bir-birinə bağlayan körpülər var. Buna baxmayaraq yenə də belə gəmilər hamısı demək olar ki, sərnişin daşıyır. O da şəhərdə tıxacı aradan qaldırır. Bax, görürsünüz, bax, bu gəmilər. Burada biznes gəmiləri də var. Yəni, hər kəsin öz gəmisi də ola bilir. Görürsünüz, o kiçik gəmilər, böyük gəmilər dayanır. Və çox ucuz qiymətə buradan dünyanın müxtəlif yerlərinə gəmi vasitəsilə rahatca getmək olur. Baxın, belə böyük turistik gəmilər var. Daha böyük gəmilər var. Hətta görürsən ki, o böyük gəmilər gələndə az qala deməli sahilə dəydiyini hiss edirsən ki, az qala sahilə dəyir. Amma çox dərin olduğu üçün bura sahilə dəyməz mümkündür. Baxın, o gəmilər görürsünüz, bax, o gedən gəmilər. Bunlar sərnişin daşıyırlar. Bir yerdən başqa, bu gəmilər sərnişin daşıyırlar. Bir yerdən başqa yerdən. Bir adadan başqa adaya. Stockholm özü adalardan ibarətdir və çox da gözəl bir nəqliyyatdır. Kaş ki, belə bir nəqliyyatı Azərbaycanda da eləmək mümkün olaydı. Baxın, o gəmilər. Yaxtalar da var, çoxlu yaxtalar var. O yaxtalar şəxsi mülki yaxtalar. Burada isə cəmaat əylənir. Cəmaat minir gəmilərə. Yaxınlaşdıra bilmirəm, amma buradan görünür hər halda. Yurskorden 9 gəmilərin nömrəsidir. Yəni, bu şəhər nəqliyyatında gəmilərin hər 4 nömrəsi var. Onun nömrəsində 9 adları və nömrələri var. Oradan gəlir, deməli, bura boşaldır, sərnişin. Buradan gedir, ora boşaldır. Hər yerə dayanacaqlar var. Avtobus kimi bir funksiyanı yerinə yetirir. Çox ucuz bir nəqliyyatdır. Bizim Azərbaycanda da bunu təbii ki, bayıldan, hətta o 20-ci sahə var. 20-ci sahədən otobusdan sıra qədər bu çəkiliyor. Çox ucuz nəqliyyatlardır. Çox ucuz. Mən özüm gəmiçi olduğum üçün bu nəqli çox ucuz başa gələn nəqliyyatdır. Niyə Azərbaycan hakimiyyəti bunları eləmir? Bax, bizim çox maraqlıdır. Atraksiyonlar da tam olaraq qarşımızda. Stockholm mərkəzində bu atraksiyon. Və orada hər dəqiqə başı, hər 2 dəqiqədən, 3 dəqiqədən bir gəmilər gəlir, sahilə yan alır və sərnişinlər boşaldır, davam edir. Stockholmun hələlik bu dəqiqələrdə mənim sizə verdiyim məlumat budur və əgər sizi narahat edəcək, yəni istəyinizə uyğun olaraq bir şey də istəyirsə, mənə yazın, şərhlər bölümündə mən sizə göndərim. Sağ olun. Yəni, istədiyiniz əlavə məlumatları mən sizə verə bilərəm. Bax, tam olaraq şəhər görsənəli qədər yerləşir. Bura şəhərdir, bura isə dəniz və gəmi. Aşağı ilə də qayaların üstündə şəhərdir. Bax, bu qədər şeydə isə deməli, bax, bu gəmilər. Finlandiya, Estoniya, Tallinn,
Ondan sonra Helsinki şəhərinə gedir, Turkuya gedir. Başqa yerə, hər yerə. Bu bir istiqamətə gedən kiçik gəmilərdir, amma daha böyük izdihamlı gəmilər var ki, daha yüksək gəmilər var ki, gəmilərlə hətta Kanadaya qədər belə gedib, Türkiyə gedir. Yəni Baltik dənizi vasitəsilə hər yerə, hara əlaqə var, hər yerə gedib çıxırlar. Hələlik məlumatım bu qədər. Şərhlər bölümündə istədiklərinizi yazın.